Hamıya salam, bugün bizə zəhmət və mübarizə haqqında deyilən, demək olar ki, hər şeyi alt-üst edən bir fəlsəfədən danışacağıq. Gəlin birbaşa bu təməl ideyadan başlayaq. Bizə uşaqlıqdan aşılayıblar ki, dəyərli hər şey üçün mübarizə aparmalısan, savaşmalısan. Amma təbiətə baxanda, mənbəmizin də dediyi kimi, tamamilə başqa bir mənzərə görürük. Bax, bütün söhbətimiz bu sual ətrafında fırlanacaq. Heç düşünmüsünüzmü? Birdən ən asan yol elə doğru yoldur. Yəni, əsl uğur mübarizədən yox, sadəcə axınla getməkdən gəlir. Yaxşı, gəlin ilk olaraq bu böyük mübarizə mifi ilə başlayaq. Yəni, həyatın daimi bir döyüş meydanı olması fikri ilə. Deməli, baxın, burada əsas məsələ nədir? Bu, axına qarşı üzməklə, axınla birgə üzmək arasındakı fərq kimidir. Birincisində bütün gücünüzü sərf edib yorulursunuz, ikincisində isə axın özü sizi hədəfə aparır. Bu qədər sadə. İndi isə gəlin biraz daha dərinə gedək və kainatdakı bütün enerjini idarə edən fundamental bir qanuna baxaq. Bu, ən az müqavimət qanunudur. Yəni, enerji eynilə su kimi həmişə ən asan, ən maniyəsiz yolu seçir. Və bu, sadəcə gözəl bir bənzətmə deyil. Bu, fizikadır. Bu qanun çaylara da aiddir, bitkilərə də, hətta bizim daxili enerjimizə də. Təsəvvür edin, okeana doğru axan bir çay kimi sizin də enerjiniz təbii olaraq uğura, bolluğa doğru ən qısa, ən açıq yolu axtarır. Bu, bizim dizaynımızdır. Amma çox vaxt nə edirik? Gedib o çayın qabağında özümüzə bəndlər tikirik. Sonra da bütün enerjimizi o bəndləri aşmağa sərf edirik. Yaxşı, bəs necə? Məhz sizin üçün nəzərdə tutulan bu təbii yolu, bu ən asan yolu necə tapmaq olar? Bir anlıq dayanıb özünüzdən soruşun. Mənə nə təbii gəlir? Hansı işi görəndə həqiqi sevinç hissi keçirirəm? Elə bir şey varmı ki, onu o qədər asanlıqla edirəm ki, elə bil bunun üçün doğulmuşam? Baxın, mənbədə bunun üçün çox praktik bir yol təklif olunur. Birinci addım, sevinclərinizin siyahısını tutun. Bir anlıq pulu, karyeranı unudun, sadəcə sizin nə xoşbəxt edir, onu yazın. İkincisi, istedadlarınızı tapın, hansı işi görəndə özünüzü suda balıq kimi hiss edirsiniz. Və üçüncüsü, zəhmətsiz olanı müəyyən edin. Elə indicə, heç bir hazırlıq olmadan nə edə bilərsiniz? Bax, bu fəaliyyətlər hətta birbaşa pul gətirməsə belə sizin bolluq axınızı işə salan açarlardır. Yaxşı, əgər axınla getmək bu qədər təbiidirsə, niyə bu bizə çox vaxt bu qədər çətin gəlir? Yəqin bu sual sizin də ağlınızdan keçdi, elə deyilmi? Cavab çox sadədir, amma bir o qədər də dərin. Maniyələr xaricdə deyil, onlar bizim içimizdədir. Özümüzün yaratdığı daxili tıxazlardır. Səbəblər demək olar həmişə olduğu kimi yenə də özümüzdədir. Və bu slaydda həqiqətən də maraqlı olan enerji axınımızı bloklayan 5 əsas səbəbin göstərilməsidir. Birincisi, kənar proqramlar, yəni cəmiyyətin qaydaları ilə yaşamaq, öz qaydalarımızla yox. İkincisi, istəmədiyimiz vəziyyətlər, məsələn, səhv işdə olmaq. Üçüncüsü, qorxu, uğursuzluqdan, dəyişiklikdən, hətta uğurun özündən qorxmaq. Dördüncüsü, negativ emosiyalar, qəzəb, inciklik və nəhayət beşincisi, maddi asılılıq. Bax, bunlar bizim təbii yolumuzdan yayınmağımıza səbəb olur. Deməli, əsas məsələ təkcə bu blokları tapmaq deyil, həm də onları necə çevirə biləcəyimizi, necə dəyişdirə biləcəyimizi öyrənməkdir. Baxın, bu çox güclü bir düşüncə tərzidir. Maniyə nədir? Sadəcə konsentrasiya olunmuş enerji. Sizin səyahətinizdə yanacağa çevrilməyi gözləyən bir enerji. Yəni maniyə bir divar deyil, bir yanacaq çənidir və enerji ilə həmişə nəsə etmək mümkündür. Bu deməkdir ki, qarşınıza çıxan çətinliklər sizi cəzalandırmaq üçün deyil. Onlar bir növ dərs kimidir və siz bu dərsləri düzgün həll edəndə əlavə güc qazanırsınız və yolunuz daha da açılır. Uğursuzluqlar haqqında narahat olmaq əvəzinə onlara həyatın sizə verdiyi tapşırıqlar kimi baxın və niyyətinizin gücü ilə onların enerjisini dəyişdirin. Mənbə də bunu deyir. Sizin gücünüz bu enerjini bir maniyədən uğurunuz üçün bir trampolinə çevirməyə çatır. Və sonda gəlib bu suala çıxırıq. Yolunuzu dəyişdirmək gücü elə indi bu an sizin əlinizdədir. Bəs, həyatınızda bugün dəyişdirməyə başlaya biləcəyiniz ilk maniyə hansı olacaq?